Ağlınız və vaxtınız xeyir. Aynəsin efirində Ağıl Dəryası başladı. Xoş gördük. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 15-ci oyunundayıq. Əziz abituriyentlər, əgər siz də Ağıl Dəryasında iştirak etmək istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıcı vasitəsilə layihəmizin prodüseri Nazim Xəliloğlu ilə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz ANS-ə. ANS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək hüququ qazanırsınız. Tədris ilinin sonunda Ağıl Dəryasında yarım final və final oyunları olacaq. Final oyununda qalib gələn iştirakçımızı isə sürpriz hədiyyəmiz gözləyir. Bugün də 9 iştirakçım var və bu 9 iştirakçım bir-biri ilə ağıl, bilik, savad yarışına çıxacaqlar. Lakin sonda bir nəfər qalib olaraq adını yarım finala yazdıracaq. İştirakçılarımızla ayrı-ayrılıqda tanış olaq. Murad Məmmədov, Bakı şəhəri 245 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə hazırlaşır. Boş vaxt tapan kimi kitab oxuyur. Murad riyaziyyatı çox sevir. Dağlarda döyüş filmini izləməkdən doymur. Zöhr Babazadə, Bakı şəhəri 271 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə Qafqaz Universitetini hazırlaşır. Zöhr coğrafiyanı bütün fənlərdən çox sevir. Ən çox sevdiyi şahmatçı isə Magnus Carlsendir. Hafiz Abdullayev, Mingəçevir şəhəri 3 saylı orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Bakı Dövlət Universitetini hazırlaşır. Hüquqşünas olmaq istəyir. Boş vaxtlarında futbolla məşğuldur. Sevdiyi komanda Real Madriddir. Hafiz tarixi digər fənlərdən bir pillə yuxarıda görür. Deyir ki, Ağıl Dəryasının bütün buraxılışlarını izləyib. Eltun Nağıyev, Bakı şəhəri 212 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına hazırlaşır. Boş vaxtlarında intellektual verilişlərə baxan Eltun arada dünya ölkələri haqqında məlumat da toplayır. İtaliyada olmaq isə böyük arzularındandır. Abdurrahman Vaqifli, Şəki rayonu İnçəzunut kənd tam orta məktəbi. Birinci ixtisas qrupu üzrə Qafqaz Universitetini hazırlaşır. Boş vaxtlarında futbola baxır. Real Madrid azarkeşi olan Abdurrahman tarixi heç sevmir. İngilis dilini isə əksinə çox xoşlayır. Şövkət Həsənova, Sumqayıt şəhəri 12 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə hazırlaşır. Boş vaxtlarında kitab oxuyur. Cəbri çox sevən Şövkət kimyanı ümumiyyətlə oxumur. Deyir, Fransada olmağı çox arzulayıram. Fizan Eydərova, Bakı şəhəri 315 saylı tam orta məktəb. İkinci ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetini hazırlaşır. Fidan boş vaxtlarında mahnıya qulaq asır. Ən çox sevdiyi Azərbaycan filmi Alma Almaya bənzər filmidir. Deyir ki, Norveçi gəzib şəkil çəkdirsəm heç dərdim olmaz. Rauf Hüseynov, Bakı şəhəri 215 saylı tam orta məktəb. Üçüncü ixtisas qrupu üzrə hazırlaşır. Boş vaxtlarında domino oynayır və deyir ki, bu oyunda qabağıma çıxanı uduram. Rauf tarixi heç sevmir. Skandinaviya ölkələrini gəzməyi arzulayır. Ülvi Salmanlı, Bakı şəhəri 61 saylı tam orta məktəb. Birinci ixtisas qrupu üzrə Qafqaz Universitetini hazırlaşır. Boş vaxtlarında bədii kitablar oxuyur. Cəbri çox sevsə də tarix fənninin adı gələndə Ülvinin əhvalı pozulur. Bütün dünya ölkələrini bir kənara qoyub Vatikanı gəzmək istəyirəm deyir. Oyunumuza birinci turla başlayacağıq. Birinci turun qaydaları belədir. Birinci turda 10 sual səsləndirəcəm. Səsləndirdiyim sualların 4 cavab variantı olacaq və düzgün cavabı seçib göstərməyiniz üçün sizə müəyyən vaxt verəcəyik. Vaxt bitdikdən sonra qonq səsi eşidəcəksiniz. Yalnız qonq səsindən sonra düzgün bildiyiniz cavabı seçib göstərə bilərsiniz. Birinci turun 3-cü və 6-cı sualından sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Birinci turun 9 və 10-cu sualı isə ənənəvi ingilis dili və milli mahnı musiqilərlə bağlı olan suallardır. Diqqətli olun. Birinci turun birinci sualı belədir. Mərcan mənşəli adaların əmələ gəldiyi coğrafi qurşaqlar hansıdır? Subekvatorial arktik, mülayim subarktik, tropik mülayim, yoxsa ekvatorial tropik? Buyurun, vaxt getdi. Vaxt bitdi. Birinci sualımıza 5 nəfər səhv, 4 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D, ekvatorial tropik olmalı idi. İkinci sualımız ise belədir. Prokuror Əsədov surəti İsmail Şıxlının hansı əsərində tənqid hədəfidir? Dəli Kür, cəbhə gündəlikləri, ayrılan yollar, yoxsa namərd gülləsi? Buyurun, vaxt getdi. Vaxt bitdi.
İkinci sualımıza da 4 nəfər düz, 5 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Ayrılan yollar olacaqdı. Üçüncü suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, üçüncü sualdan sonra birinci turdakı ilkin nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Etilenin hidratlaşmasından hansı maddə alınır? Etilen glikol, sirkə turşusu, etil spirit, yoxsa metil spirit? Buyurun, vaxt getdi. Vaxt bitti. Üçüncü sualımıza 3 nəfər düz, 6 nəfər səhv cavab verdi. Sualımızın düzgün cavab variantı C. Etil spirit olacaqdı. Çox təəssüf ki, 6 nəfər bu sualımıza səhv cavab verdi və birinci turun 3-cü sualından sonraki nəticələriniz belədir. Zöhr, Hafiz, Şövkət, Rauf. 2 xalınız var və ardıcılığı bu cür davam etdirirsiniz. Murad, Eltun, Fidan. Sizin üçünüzün hərənizin bir xalı var. Sıralamanı bu cür davam etdirirsiniz. Abdurrahman və Ülvi. Sizin hərənizin 0 xalı var. 8-9-cu yerləri bölüşdürürsünüz. Dördüncü sualımız belədir. Heydər Əliyev neçənci ildə dekabrın 31-ni Dünya Azərbaycanlılarının həmrəylik günü kimi elan edib? 1991, 1992, 1993, yoxsa 1994-cü ildə? Buyurun, vaxt getdi. Vaxt bitdi. Dördüncü sualımız çox asan sualıydı. Çox təəssüf ki, 6 nəfər bu cür asan suala səhv cavab verdi. Sualımızı 3 nəfər düz cavablandırdı. Sualın düzgün cavab variantı A. 1991-ci il olmalıydı. 5-ci sualımız da belədir. Sual cümlələrindən hansı yalnız intonasiya ilə yaranıb? O cəsarətli insandırmı? Kim ən ağıllı insandır? Dost dostdan inciyər, yoxsa məgər onu tanımırsan? Buyurun, vaxt getdi. Vaxt bitdi. 5-ci sualımıza 1 nəfər səhv, 8 nəfər düz cavab verdi. Axır ki, şeytanın ayağını sındırdınız və sualımızın düzgün cavab variantı C. Dost dostdan inciyər olmalıydı. 6-cı suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 6-cı sualdan sonra 1-ci turdakı ikinci nəticələrinizi söyləyəcəm. Diqqətli olun, sualımız belədir. Elektrolit məhlulundan elektrik cəryanı keçdikcə hansı hadisə baş verir? Elektrolitin kristallaşması, maddənin alovlanması, maddənin soyuması, yoxsa maddənin daşınması? Buyurun, vaxt getdi. Vaxt bitdi. 6-cı sualımıza 5 nəfər səhv, 4 nəfər düz cavab verdi. Sualın düzgün cavab variantı D. Maddənin daşınması olacaqdı. 1-ci turun 6-cı sualından sonra nəticələriniz belədir. Şövkət 5 xalla 1-ci sən, Eltun 4 xalla 2-ci sən, Murad, Zöhr, Hafiz və Rauf. Hərənizin 3 xalı var, ardıcılığı bu cür davam etdirirsiniz. Abdurrahman və Ülvi, hərənizin 2 xalı var, 7-8-ci yerləri bölüşdürürsünüz. Fidan 1 xalla sonuncusan. 7-ci sualımız da belədir. Bətindaxili inkişaf zamanı qız orqanizmi hansı müvəqqəti daxili sekresiya vəzinin əmələ gəlməsində iştirak edir? Ciftin, süd vəzilərinin, böyrək üstü vəzilərin, yoxsa toxumluqların? Buyurun, vaxt getdi. Vaxt bitdi. 7-ci sualımıza 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualın düzgün cavab variantı A. Ciftin olacaqdı. 8-ci sualımızsa belədir. Aşağıdakılardan hansı sujetin mərhələlərinə aid deyil? Epiqraf, razvyaska, zavyaska, yoxsa kulminasiya? Buyurun, vaxt getdi. Vaxt bitdi. 8-ci sualımız da çox asan suallardan idi. Çox təəssüf ki, 2 nəfər bu suala səhv cavab verdi. 7 nəfər sualımızı düz cavablandırdı. Sualın düzgün cavab variantı A. Epiqraf olmalıydı. 9-cu suala keçməzdən öncə xatırlatmaq istəyirəm ki, 9-cu sualımız ənənəvi ingilis dili ilə bağlı olan sualdır. İndi burada biləcəyik ki, kim ingilis dilini bilir, kim bilmir. Sualımız belədir.
I looked, nöqtələr, in the mirror, at myself, ourselves, on yourself, yoxsa at myself. Buyurun, vaxt getdi. Vaxt bitdi. 9-cu sualımıza 8 nəfər düz, 1 nəfər səhv cavab verdi. Sualın düzgün cavab variantı D at myself olacaqdı. 10-cu sualımızda ənənəvi sualdır. Burada milli mahnı və musiqilərə olan marağınızı yoxlayacağıq. İndi biləcəyik ki, kim milli mahnı və musiqiləri dinləyir, kim dinləmir. Bu mahnının bəstəkarı kimdir? Şəfiqə Axundova, Arif Məlikov, Oqtay Kazımov, yoxsa Ələkbər Tağıyev? 10-cu sualımıza milli mahnı və musiqilərlə bağlı olan sualla 7 nəfər səhv, 2 nəfər düz cavab verdi. Sualımızın düzgün cavab variantı D Ələkbər Tağıyev olmalıydı. Dinlədiyiniz mahnının sözləri həmişə yaşar şairimiz, dəyərli şairimiz Mikail Müşfiqə aid idi və siz bu mahnını SSR və Azərbaycanın xalq artisti, çox dəyərli sənətkarımız Zeynəb Xanlarovanın ifasında dinlədiniz. Birinci turun yekun nəticələri isə belədir. Elton və Şövkət 8 xalla birinci, ikinci yeri bölüşdürürsünüz. Hafiz 6 xalla 3-cü sən, Zöhr və Rauf 5 xalla 4-cü, 5-ci yeri bölüşdürürsünüz. Adını çəkdiyim bu 5 iştirakçı artıq ikinci turdadır. Sizi təbrik eləyirəm. Murad və Ülvi. Hərənizin 4 xalı var, əlavə sual turuna qaldınız. İkinizdən yalnız biri ikinci tura keçə biləcək. Abdurrahman 3 xalla 8-ci sən, Fidan 2 xalla sonuncusan. Murad və Ülvi əlavə sual turundasınız. İkinizdən yalnız bir nəfər ikinci tura keçəcək. Diqqətli olun, əlavə sualımız belədir. Daş kömürün əsas kütləsi nədən əmələ gəlib? Qıcı kimilərdən, mamırlardan, yosunlardan, yoxsa çiçəkli bitkilərdən? Buyurun, vaxt getdi. Vaxt bitdi. Artıq ikinci tura keçən iştirakçımızın adı mənə bəllidir. Murad, çox təəssüf ki, adaşım olsam belə ikinci tura keçə bilmədin. Ülvi, səni təbrik edirəm, artıq ikinci turdasan. Sualımızın düzgün cavab variantı A, qıcı kimilərdən olmalıydı. Ağıl Dəryasının ən gərgin, ən həyəcanlı turu olan ikinci tura başlayırıq. Artıq ikinci turdasınız, ikinci tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm. İkinci turun qaydaları belədir. İkinci turda hər birinizə ayrı-ayrılıqda 1 dəqiqə vaxt verəcəm və bu 1 dəqiqə ərzində sizə blitz suallar təqdim eləyəcəm. Çalışın ki, sualları düzgün mənimsəyəsiz, eşidəsiz və soyuqqanlı şəkildə də suallara cavab verməyə çalışasınız. Sizə tədris olunan fənlərdən və tələbə qəbulu üzrə Dövlət Komissiyasının tərtib elədiyi test suallarıdır ikinci turda sizə təqdim elədiyim suallar. İkinci tura isə Elton, sənlə başlayacaq, əhvalın necədir? Çox sağ olun, siz necəsiniz? Biz də yaxşıyıq. Neçə olmaq istəyirsən? Hüquqşünas. Niyə hüquqşünas olmaq istəyirsən? Xüsusi səbəbi var mı? Vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmək istəyirəm. Bugün Azərbaycanda vətəndaşların hüququ çoxmu pozulur? Tez-tezmi pozulur? Hansı sahələrdə pozulur hüquqlarımız? Müxtəlif sahələrdə özünü göstərir. Hər bir sahədə bu var. Sən harada görmüsən konkret olaraq? Bir şahidlik eləmirsən ki, hansısa vətəndaşın hüququ bu sahədə pozulub? Məsələn, avtobus sürücüləri ilə vətəndaşlar arasında münaqişələrin tez-tez baş verməsi, həmçinin piyadaların öz hüquqlarını bilməməsinin nəticəsində yolu düzgün keçməməsi, buna misal göstərə bilərəm. Məktəbdə hüquqlarını pozmur ki, məktəb rəhbərliyi, müəllimlər, sinif yoldaşların və s. və ilaxır. Hazırsansa başlayaq. Elton, 1 dəqiqə vaxtın getdi. Hidranın hansı hüceyrələri regenerasiya prosesinin həyata keçməsini təmin edir? Aralıq hüceyrələri təxminən 500-cü ildə yaranan Frank dövlətinin ilk kralı kim olub? Düzdür. Xəritənin miqyası böyüdükcə ümumiləşdirmə necə dəyişir? Azalar. Düzdür. Hansı əlaqə zamanı əsas tərəfin tələbinə görə asılı söz adlı xaldan çıxaraq digər hala düşür? Düzdür. Səpici linzanın fokus məsafəsini hansı cihazla təyin etmək olar? Pas. Xətkeşlə. Heydər Babaya Salam poemasının müəllifi kimdir? Məmməd Hüseyn Şəhriyar. Düzdür. Höteborg şəhəri hansı ölkədə yerləşir? İspaniya. İsveç. İngilis dilində inqilab sözü necə səslənir? Pas. Revolution. 1220-ci ildə Azərbaycana ilk dəfə hücum edən Monqol qoşunlarına kimlər rəhbərlik edirdi? Düzdür. Müqəddəs Yelena adası hansı okeandadır? Yeni Zelandiya. Atlantik okeanda. İnsanın ilk dişləri necə adlanır? Süd dişləri. Düzdür. Doymuş karbohidrogenlərə xas olmayan reaksiya hansıdır? Birləşmə yoxsa parçalanma? Birləşmə. Düzdür. Cümlədə fikir hansı baş üzvə görə nizamlanır? Müftədaya. Düzdür. Elton, 1 dəqiqə ərzində 13 sual səsləndirdim. Sən isə 8-inə düz cavab verdin.
yaxşı nəticə hesab eləmək olar, amma yaxşı hüquqşünas olmaq istəyirsənsə nəticəni daha da yüksəlt. Növbəti iştirakçımız Şövkət, sən əhvalı necədir? Yaxşı, çox sağ olun. Siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? İqtisadiyyatçı. Harda işləmək istəyirsən gələcəkdə? Bankda kredi şöbələrində işləmək istəyirəm. Kreditlərin faizi səni qayna eləyirmi? O qədər də yox. Kreditləri əsasən insanları başa düşə-düşə vermək lazımdır ki, onlar da vaxtı-vaxtında ödəyə bilsinlər. Hazırsansa başlayaq. Bəli, buyurun. Şövkət, bir dəqiqə vaxtın getdi. Salur Qazanın evinin yağmalanması boyu hansı dastandadır? Dədə Qorqud. Düzdür. Napolyon kontinental blokada haqqında dekreti hansı şəhərə daxil olandan sonra imzaladı? Fransa. Berlinə. Azərbaycanda sement istehsalının inkişaf etdiyi iqtisadi coğrafi rayon hansıdır? Gəncə Qazax. Abşeron. İnsanın hansı hüceyrəsində nuklein turşularının sayı azdır? Pas. Yetkin eritrosit. İş prinsipi hüquq qanununa əsaslanan cihaz hansıdır? Termometr yoxsa dinamometr? Termometr. Dinamometr. Aparmaq təsirli məstərdir yoxsa təsirsiz? Təsirli. Düzdür. İngilis dilindən tərcümədə Birləşmiş Ərəb Əmirlikləri necə səslənir? United Kingdom. United Emirates of Arabia. Setubal hansı ölkənin şəhəridir? Pas. Portuqaliya. Bir neçə nöqtədə aparılan plana alma necə adlanır? Marşrut. Düzdür. 1940-cı il sentyabrın 22-sində Almaniya, İtaliya və Yaponiya arasında imzalanan Berlin Paktı başqa cür necə adlanır? Pas. Polad Paktı. Şövkət, bir dəqiqə ərzində 10 sual səsləndirdim, sənsə 3-ünə düz cavab verdin. İndi birazdan biləcəyik ki, bu 3 doğru cavab səni 3-cü tura aparacaq, yoxsa yox. 3-cü iştirakçımız Hafiz, sən əhvalı necədir? Yaxşıyam, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Hüquqşünas. Sən də hüquqşünas olmaq istəyirsən. Bəli. Niyə məhz hüquqşünas olmaq istəyirsən? İnsanların hüquqlarını müdafiə etmək üçün. Yaxşı, sənə görə hansı sahələrdə insanların hüququ pozulur? Mənə görə təhsil sahəsində Təhsil sahəsində hüquqlar pozulur. fond pulu yığılmalıdır. Fond pulu yığırlar. Cəmaət Sonra mənə bizim- daşqalıq eləyir ki, niyə fond pulu yığırlar sualını verirsən? Çünki fond pulu yığılmır. Adətən müəllimlər məndən buna görə inciyirlər. Amma sən də deyirsən ki, fond pulu yığılır. Məktəbdə vəziyyət necədir? Yaxşıdır. Nəyə yaxşıdır? Ən çox nə qane eləyir səni məktəbinizdə? Təhsil şəraiti keçirilməsi. İstili istəmişdirmi məktəbinizdə? Bəli. Təmirlidirmi məktəbiniz? Bəli. Lap yaxşı. Hazırsansa başlayaq. Bəli. Hafiz, bir dəqiqə vaxtın getdi. Çubuğun mütləq uzanması 3 dəfə artdıqda elastiklik qüvvəsinin modulu necə dəyişər? 3 dəfə azalar. 3 dəfə artar. Afrikanın ən dərin gölü hansıdır? Pas. Tanganika. Bizim eramızdan əvvəl 220-ci ildə Hun imperatorluğu kim tərəfindən yaradılıb? Teoman tanrı. Düzdür. Gözlə görünməyən, əllə təması mümkün olmayan əşyaların adını bildirən isimlər necə adlanır? Mücəddəd isimlər. Düzdür. Təkamül prosesində quru mühitinə ən axırıncı çıxan canlılar hansılardır? Qurbağalar. Heyvanlar. 1905-ci ildə əsərinin müəllifi kimdir? Cəfər Cabbarlı. Düzdür. Krakow hansı ölkənin şəhəridir? Pas. Polşa. İngilis dilində zəncir sözü necə səslənir? Pas. Chain. Birləşdirmə bağlayıcıları hansılardır? Və ilə. Düzdür. 1905-ci ildə Rusiyada birinci burjua demokratik inqilabı hansı dövlətlə müharibədə məğlubiyyətdən sonra başladı? Yaponiya. Düzdür. Fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan sadə təbii birləşmələrə nə deyilir? Pas. Minerallar. Çayın mənbəyindən mənsəbinə doğru uzanan geniş Yarğan. çökəklik necə adlanır? Yarğan. Çay dərəsi. Hafiz, 12 sual səsləndirdim, sənsə 5-inə düz cavab verdin. İndi birazdan biləcəyik ki, 3-cü tura keçə biləcəksən, yoxsa yox. Ağıl dəryasında reklamlardır. Reklamlar bitdikdən sonra gərgin bilik yarışmamız qaldığı yerdən davam eləyəcək. Bizimlə qalın. Növbəti iştirakçımız Zöhür, sən əhvalı necədir? Çox sağ olun, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Mən hələ müəyyənləşdirməmişəm. Neçənci qrup hazırlaşırsan? İkinci qrup. Gələcəkdə harda işləmək istəyərdin? Özəl şirkətlər. Özəl şirkətdə işləmək istəyirsən. Niyə məhz özəl şirkətdə? Özəl şirkətdə nə var ki, sən ora meyillisən? Özəl şirkətlər çünki daha çox savadlı kadr tələb eləyir. Dövlət şirkətlərində savadsız kadrlar Ay, götürürlər. Bəlkə məvacibdir səni özəl şirkətə yönləndirən? O da ola bilər. Məktəbində vəziyyət necədir? Yaxşıdır. Stili istəmişdirmi? Bəli. Müəllimlərlə yola gedə bilirsənmi? Bəli, yaxşıdır. Hazırsansa başlayaq. Zöhr, bir dəqiqə vaxtın getdi. Bunlardan hansı mürəkkəb isimdir? Aşüzən yoxsa gözəllik? Aşüzən. Düzdür. Fizikanın optika bölməsi hansı hadisələri öyrənir? İşıq. İşıq hadisələrini düzdür. 2007-ci ildə Fransada prezident seçilən Nicolas Sarkozy'dən əvvəl prezident kim olub? Pas. Jacques Chirac, may böcəyi öz inkişafının müxtəlif mərhələlərində ümumilikdə neçə il torpağın altında yaşayır? 1.
4 il. Azərbaycan ədəbiyyatında ana dilli bədii nəsrin yaranması kimin adı ilə bağlıdır? Şah İsmail Xətai. Necə? Şah İsmail Xətai. Məhəmməd Füzulinin yer kürəsinin ən kiçik okeanı hansıdır? Şimal Uzlu. Düzdür. İngilis dilində həbsxana sözü necə səslənir? Prison. Düzdür. Debrecen hansı ölkənin şəhəridir? Almanya. Macarıstan. Nikita Xruşovun mülayimləşmə siyasətinə 1964-cü ildə Pas. kim son qoydu? Pas. Leonid İliç Brejnev. Saatın saat əqrəbi 3 dövr etdiyi zaman müddətində dəqiqə əqrəbi neçə dövr edər? 36. Düzdür. Az, çox, xeyli zərfin hansı məna növünə aiddir? Miqdar. Düzdür. Zöhr, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sənsə 6-sına düz cavab verdin. Normal nəticə hesab eləmək olar, amma çalış ki, nəticəni yüksəltmək üçün çoxlu oxuyasan. Növbəti iştirakçımız Rauf, sənsən əhvalı necədir? Yaxşıyam, siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Diplomat. Hansı ölkədə təmsil etmək istəyirsən Azərbaycanı? Skandinaviya ölkələri. Niyə məhz Skandinaviya ölkələrindən? Daha bilinir? sakitlikdir ora. İstirahətə gedirsən sən? Ümumiyyətlə deyirəm. Sakit olan bir yerə Cinayət getmək hallar azdır istəyirsən. orada. Hə, cinayətdən də qorxursan. Heç olub ki, sosial şəbəkələrdə Skandinaviya ölkələrindən birinin vətəndaşı ilə dost olasan? Yox, xeyir olmayıb. Heç ağılına gəlməyib bu? Gələr yəqin ki. Verilişdən sonra yəqin ki, sən gedib sosial şəbəkədə Skandinaviyalı bir qız axtaracaqsan. Sınaqlarda nə qədər bal yığırdın? 400-500. Məktəbdə vəziyyət necədir? Yaxşıdır. Müəllimlər sözünə baxır. Mən müəllimlə sözünə baxıram. Hə, yaxşı ki, bax bunu eləyirsən. Hazırsansa başlayaq. Başlayaq. Rauf, bir dəqiqə vaxtın getdi. Frazeoloji birləşmələr başqa nə cür adlanır? Məcazlar. Sabit söz birləşmələri. Bunlardan hansında ağciyərlə ürək döş qəfəsi ilə qorunmur? Dovşanda yoxsa qurbağada? Düzdür. ABŞ-ın 3-cü prezidenti kimdir? Thomas Jefferson. Düzdür. İnduktivliyi məlum olan cəryanlı sarğacın maqnit sahəsinin enerjisini hansı Flügel. cihazla hesablamaq olar? Flügel. Ampermetr. İngilis dilində Allah sözü necə səslənir? God. Düzdür. Zəlzələlər əmələ gəlmə şəraitinə görə hansı iki tipə bölünür? Pas. Vulkanik və tektonik. Vigo şəhəri hansı ölkədə yerləşir? Macaristan. İspaniya. Mirzə Fətəli Axundzadənin Gəncədə olarkən dünya görüşünün əsaslı dəyişməsinə səbəb olan şəxs kimdir? Vazih. Mirzə Şəfi Vazeh, düzdür. Pakistan tarixində ilk qadın siyasi xadim kim olub? Pas. Benazir Bhutto. Birinci növ təyini söz birləşməsinin aslı tərəfi cümlənin hansı üzvü olur? Təyin. Düzdür. İnsanda normal kifozun əmələ gəlməsində neçə fəqərə iştirak edir? 9. 17. İblis əsərinin müəllifi Hüseyin kimdir? Cavid. Düzdür. Hansı məməlinin buynuzu hər il dəyişir? Maral. Düzdür. Rauf, bir dəqiqə ərzində 13 sual səsləndirdim. Sən 7-sinə düz cavab verdin. Normal nəticə hesab eləmək olar. İndi birazdan biləcəyik ki, bu 7 düz cavabla 3-cü tura keçə biləcəksən, yoxsa yox. Ülvi, növbəti iştirakçımız sənsən, əhvalın necədir? Şükür, normal. Siz necəsiniz? Biz də yaxşıyıq. Nəçə olmaq istəyirsən? Yəni kompüter sahəsi ilə bağlı hər hansı bir şey. Kompüter elmləri, kompüter mühəndisi. Azərbaycanda müasir texnologiyalar kifayət qədər inkişaf eləyirmi? Kifayət qədər inkişaf eləməsə də buna can atan müəyyən gənclərimiz var. Biz də İnternetin sürətindən razısanmı? puluna minnət deyək. Məbləğ artdıqca internetin sürəti də artır, belə deyirsən. 25 manat ödəyib ən yüksək sürətlə eləmək olar. İmkan yoxsa 5 manat verib paketlə də idarə eləmək olar. Yaxşı, mənə deyirlər ki, sən yazıçılıqla da məşğulsan. Şeir yazırsan, memuar yazırsan, esse yazırsan, piyes yazırsan, nə yazırsan? Şeir də yazırıq. Müasir şair və yazıçılarımızdan kimi oxuyursan, kimi tanıyırsan? Deməli, müasir yazıçılardan deməli oxumuşam. Yoxsa onları bəyənmirsən? Yox, daha çox oxumağa vaxtım olmayıb. Hal-hazırda mən dünya ədəbiyyatından oxuyuram. Axırıncı hal-hazırda oxuduğum kitab Albert Camus'un Çöküş əsəridir. Gələ-gələ də onu oxuyurdum. Yəni, müasir şairlərimizi oxumursan, tanımırsan? Akşin Yenisey gözəl yazır. Yalnız onu oxumuşam bir şeirin və ən çox da keçmiş şairlərdən oxuyuram. Yəni. Aydındır. Hazırsansa başlayaq. Bəli, hazıram. Ülvi, bir dəqiqə vaxtın getdi. Adolf Hitlerin SSRİ-yə hücum planının adı neydi? Pas. Barbarossa. Kər samit hansıdır? Ç yoxsa C? Ç. Düzdür. Planda səth sularının axın istiqamətini nə təyin edir? Pas. Berkştrixlər. Havanın temperaturu dəyişmədən ondakı su buxarının sıxlığı 2 dəfə azaldıqda nisbi rütubət necə dəyişir? Dəyişməz. 2 dəfə azalar. Əksər canlıların hüceyrəsində ən çox sayda olan orqanoidlər hansılardır? Eritrositlər. Ribosomlar. İngilis dilində bahalı sözü necə səslənir? Pas. Expensive. Glasgow hansı ölkənin şəhəridir? Şotlandiya. Hansı ədəbi növün əsasında tərənnüm dayanır? Pas. Lirik növ. Azərbaycanla həm quru, həm də su sərhədlərinə malik olan dövlətlər hansılardır?
İran, Rusiya. Düzdür. 1402-ci ildə Ankara döyüşündə Osmanlıları məğlub edən Teymurilərin hökmdarı Əmir Teymur. kim idi? Düzdür. Keramika məmulatlarının istehsalı üçün əsas xammal nədir? Sement. Gil. Ülvi, bir dəqiqə ərzində 11 sual səsləndirdim. Sən üçünə düz cavab verdin. Olduqca maraqlı iştirakçısan, maraqlı yanaşman var bəzi məqamlarda. Amma çox təəssüf ki, şeiriyyat, yazı başına çox qatıb, amma çalış. Heç olmasa tədris ilinin sonuna qədər şeiriyyatı və yazını qoy kənara, ancaq oxu ki, nəticəyin yüksək olsun. İkinci turun yekun nəticələri isə belədir. Eltun 8 xalla 1-cisən və artıq 3-cü turdasan. Rauf 7 xalla 2-cisən, artıq 3-cü turdasan. Zöhr 6 xalla 3-cüsən və artıq 3-cü turdasan. Üçünüzü də təbrik eləyirəm. Hafiz 5 xalla 4-cüsən. Şövkət və Ülvi. Hərənizin 3 xalı var. 5-ci, 6-cı yeri bölüşdürürsünüz. Çox təəssüf ki, bu dəfə alınmadı. Hər birinizin böyük maraq və həyəcanla gözlədiyi 3-cü tura başlayırıq. Hansı ki, bu turda qalibimizi müəyyənləşdirəcəyik. Rauf, Zöhr və Eltun artıq 3-cü turdasınız. 3-cü tura keçməniz münasibəti ilə sizi təbrik eləyirəm və bu alqışlar sizin üçündür. Və 3-cü turun qaydaları belədir. 3-cü turda 4 kateqoriyamız var. Hər kateqoriyadan hərənizə bir sual səsləndirəcəm. Sizə səsləndirdiyim suala, yəni öz sualınıza düz cavab verdiyiniz təqdirdə hesabınıza 2 xal yazılacaq. Öz sualınıza pas deyə bilərsiniz, səhv cavab verə bilərsiniz. Buna görə hesabınızdan xal çıxılmayacaq. Əgər oyunçu yoldaşınız öz sualına pas deyərsə və yaxud da öz sualına yanlış cavab verərsə, siz oyunçu yoldaşınızın sualına düz cavab verdiyiniz halda hesabınıza 3 xal yazılacaq. Əgər hesabınızda xal varsa, oyunçu yoldaşınızın da sualına səhv cavab verirsinizsə, hesabınızdan 1 xal çıxılacaq. Amma hesabınızda xal yoxdursa, oyunçu yoldaşınızın sualına səhv cavab versəz, hesabınız mənfiyə enməyəcək. Yəni, 3-cü turda mənfi xal, bal sistemi yoxdur. Beləliklə, 3-cü tur məntiqi informasiya bolluğunu və həmçinin yenə savadınızı yoxlamaq üçün nəzərdə tutulan turdu. Soyuqqanlı olmaq lazımdır. Artıq xal hesablamalarını özünüz fikirləşərək, təyin eləyərək cavab verin ki, hesabınızdan xallar çıxılmasın. 3-cü turun birinci kateqoriyası gözləməkdən heykələ dönmüşəm adlanır. Gözləməkdən heykələ dönmüşəm kateqoriyasının birinci sualı Rauf sənə səslənir. Sual belədir. Müəllif Ömər Eldarov ədəbi xadimimizi bu heykəldə qolları çarpaz təsvir edib. Heykəl Elmlər Akademiyası qarşısında yerləşən bağda ucaldılıb. Yerləşdiyi prospektdə heykəldə təsvir olunan şəxsin adını daşıyır. Söhbət hansı heykəldən gedir? Sənə vurğun. Səhv cavabdır. Buyur Zöhr. Pas. Buyur Pas. Eltun. Pas. Çox asan sual idi. Sadəcə biraz fikirləşsəydiniz, sualımızı düz cavablandıra bilərdiniz. Söhbət Hüseyn Cavidin heykəlindən gedirdi. Gözləməkdən heykələ dönmüşəm kateqoriyasının ikinci sualı Zöhr sənə səslənir. Sual belədir. Bu heykəl Ədəbiyyat Muzeyinin qarşısındadır. 1949-cu ildə ucaldılıb. Müəllifi Fuad Əbdürrəhmanovdur. Heykəldə təsvir olunan şəxs ömrü boyu Azərbaycanın əhali və ərazicə ikinci ən böyük şəhərində yaşayıb. Ədəbiyyat Muzeyi də onun adınadır. Söhbət hansı heykəldən gedir? Nizami Gəncəvi. Tamamilə doğrudur. Səni təbrik eləyirəm. Hesabına 2 xal yazdırdım. Gözləməkdən heykələ dönmüşəm kateqoriyasının son sualı Eltun sənə səslənir. Sual belədir. Bu heykəlin müəllifi Cəlal Qaryağdıdır. 1958-ci ildə İsmailiyyə binası ilə yanaşı bağda qoyulub. Heykəldə təsvir olunan şəxs İmadəddin Nəsimi Seyid Əzim Şirvani ilə eyni şəhərdə doğulub. Tuncdan, qara qranitdən və mərmərdən işlənmiş 9 metr hündürlüyə malik həmin heykəl hansıdır? Qasım bəy Zakirin heykəli. Səhv cavabdır. Buyur Rauf. Pas. Buyur Zöhr. Pas. Söhbət Mirzə Ələkbər Sabirin heykəlindən gedirdi. Çox təəssüf ki, heç biriniz bu suala cavab verə bilmədiniz. Gözləməkdən heykələ dönmüşəm kateqoriyasından sonra nəticələriniz belədir. Rauf və Eltun sizin 0 xalınız var. Zöhr 2 xalla hələlik birincisən. İkinci kateqoriyamız meyvələrdən 3 meyvə var adlanır. Meyvələrdən 3 meyvə var kateqoriyasının birinci sualı Rauf sənə səslənir. Sual belədir. Bu meyvənin Azərbaycanda 300-ə qədər müxtəlif növü və çeşidi var. Rejissor Arif Babayevin filmində əsas hadisələr bu meyvənin yeni növünün yetişdirilməsindən sonra baş verir. Məşhur mahnılarımızın birinin ilk misrasında ifaçı bu meyvəni iri kisələrə atır. Bundan sonra onun rəngi dəyişir.
Deyilənlərə görə subay qız və oğlanın yuxuda sözü gedən meyvəni görməsi tezliklə evlənməsi anlamına gəlir. Həmin meyvə hansıdır? Alma. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 2 xal yazdırdım. Bu alqışlar da sənin üçündür. Meyvələrdən 3 meyvə var kateqoriyasının ikinci sualı Zöhr sənə səslənir. Sual belədir. Bu meyvənin ağacı bitkilər aləminin örtülü toxumlular şöbəsinin ikiləpəlilər sinifinə aiddir. Abşeronda 2 rəngdə olan növü daha çox yetişir. Aygün Səmədzadənin bəstələdiyi məşhur bir mahnı bu meyvənin ağacına həsr olunub. Tərkibində 23%-ə qədər şəkər, üzvü turşular, zülal, yağ, vitaminlər, dəmir və s. olan həmin meyvə hansıdır? Zeytun. Səhv cavabdır. Buyur Elton. Nar. Səhv cavabdır. Buyur Rauf. Heyva. Səhv cavabdır və hesabından 1 xal çıxıldı. Söhbət tutdan gelirdi. Çox təəssüf ki, bu sahla düz cavab verə bilmədiniz. Meyvələrdən 3 meyvə var kateqoriyasının son sualı Elton. Sənə səslənir, sual belədir. Bu meyvə Azərbaycanın subtropik bölgələrində daha çox yetişdirilir. Vətəni qədim Hindistan sayılır. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 qram bu meyvənin şirəsini içizdirirdilər ki, sinqa xəstəliyinə tutulmasınlar. Filmlərimizin birində baş qəhrəmanlardan biri bu meyvənin naringi ilə qarışığından yeni meyvə növü almaq istəyir. Meyvənin adı həm də qadın adıdır. Söhbət hansı meyvədən gedir? Cavab variantın varmı? Bir dəqiqə. Banan. Səhv cavabdır. Buyur Rauf. Pas. Buyur Zöhr. Limon. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 3 xal yazdırdım. Meyvələrdən 3 meyvə var kateqoriyasından sonra nəticələriniz belədir. Elton 0 xalın var, Rauf 1 xalın var, Zöhr 5 xalla hələlik birincisən. Üçüncü kateqoriyamız cavablarımızda baş adlanır. Cavablarımızda baş kateqoriyasının birinci sualı Rauf sənə səslənir, sual belədir. Kür qırağının əcəb seyrəngahı var. Molla Pənah Vaqif, hayf ki yoxdur şeirinin növbəti misrasında nəyin olmamasına təəssüflənir? Yaşılbaş sonaların. Tamamilə doğrudur. Səni təbrik edirəm. Hesabına 2 xal yazdırdım. Və o son misra belə idi ki, növbəti misra belə idi ki, yaşılbaş sonası hayf ki yoxdur. Cavablarımızda baş kateqoriyasının ikinci sualı Zöhr sənə səslənir, sual belədir. Azərbaycanda yaranan dövlətlərdən birində hakim mövqe tutan şəxslərin bu adı ilə bağlı müxtəlif fərziyələr var. Alman alimi Karl Brokelmana görə seçilən həmin ad 12 imama işarə olan 12 dilimli baş örtüyü ilə bağlıdır. Həmin adda kimyəvi elementlərin dövrü cədvəlində 79-cu elementlə baş sözü birləşir. Söhbət hansı addan gedir? Pas. Buyur Elton. Pas. Buyur Rauf. Qızılbaş. Tamamilə doğrudur. Səni təbrik edirəm, hesabına 3 xal yazdırdım. Cavablarımızda baş kateqoriyasının son sualı Elton sənə səslənir, sual belədir. Tarixdə bu dövlət orqanı ilk dəfə Fransada Kral 4-cü Filip tərəfindən yaradılıb. Azərbaycanda isə bu dövlət orqanının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlayıb. Məhkəmə hakimiyyəti sisteminə daxil olan vahid mərkəzləşdirilmiş orqandır. Əməkdaşları peşə bayramlarını oktyabrın 1-də qeyd edirlər. Bakıda Səbail rayonu Nigar Rəfibəyli küçəsi 7 ünvanında yerləşən həmin dövlət orqanı hansıdır? Baş Məclis. Səhv cavabdır. Buyur Rauf. Baş ştatlar. Səhv cavabdır və hesabından 1 xal çıxıldı. Buyur Zöhr. Pas. Söhbət Azərbaycan Respublikasının baş prokurorluğundan gedirdi. Çox təəssüf ki, tələsirsiniz cavab verməyə, ona görə də suallarınızın cavab variantı səhv olur. Cavablarımızda baş kateqoriyasından sonra nəticələriniz belədir. Elton 0 xalın var, Zöhr və Rauf sizin səhrənizin 5 xalı var. Son kateqoriyamız uşaq olmaq istəyirəm adlanır. Uşaq olmaq istəyirəm kateqoriyasının ilk sualı Rauf sənə səslənir, sual belədir. Bu nağıl personajı İsveçli yazıcı Astrid Lindgren tərəfindən yaradılıb. İnsanla makinanın vəhdətidir. Mühərrikinin işləməsi üçün yanacaq əvəzinə mürəbbə lazımdır. Çox mərtəbəli evin tavanında yaşayır.
Ən yaxın dostu Svante adlı 7 yaşlı uşaqdır. Söhbət hansı personajdan gedir? Qavroş. Səhv cavabdır. Buyur Zöhr. Pas. Buyur Elton. Pas. Söhbət Carlsondan gedirdi. Çox təəssüf ki, bəlkə də yaşınıza görə siz bu cizgi filmi personajını xatırlaya bilmədiniz, amma nəticədə heç biriniz bu suala düz cavab verə bilmədiniz. Uşaq olmaq istəyirəm kateqoriyasının ikinci sualı Zöhr sənə səslənir. Sual belədir. Bu uşaq mahnısı Galliformes dəstəsindən olan quş növlərinin balalarına həsr olunub. Əsərin lirik qəhrəmanı həmin quşların tez bir zamanda gəlib çox rütubətli şəraitdə çoxillik otlar bitən yaşıllıq zonasında dincəlməyini arzuluyur. Bundan başqa o həmin quşların tüklərini tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi incə və parlaq saplardan toxunan qiymətli parça ilə müqayisə edir. Bəstəkarı Qəmbər Hüseynli olan SSR-nin bu hit mahnısı hansıdır? Pas. Buyur Elton. Cücələrim. Tamamilə doğrudur. Hesabına 3 xal yazdırdım. Və siz Cücələrin mahnısını dəyərli aktrisamız Suğra Bağırzadənin ifasında dinlədiniz. Uşaq olmaq istəyirəm kateqoriyasının son sualı Elton sənə səslənir. Sual belədir. Bu çox seriyalı cizgi filmində heyvanlar aləminin məməlilər sinifinin yırtıcılar dəstəsinin itlər fəsiləsinə aid olan bir heyvanla xordalılar tipinin məməlilər sinifinə aid olan heyvanın amansız mübarizəsi gedir. Hər seriyanın sonunda heyvanlardan birinin dediyi kəlmə həm də cizgi filminin adıdır. İlk seriyası 1969-cu ildə çəkilən həmin cizgi film hansıdır? Variantım var. Tom və Jerry'dir məncə. Səhv cavabdır. Buyur Rauf. Nupaqadi. Tamamilə doğrudur, səni təbrik eləyirəm. Keçərsən əlimə, yəni Nupaqadi cizgi filmindən gedirdi söhbət və hesabına 3 xal yazır. Üçüncü turun yekun nəticələri belədir. Elton 3 xalla, üçüncü sən Zöhr 5 xalla, ikinci sən Rauf 8 xalla 7-ci mövsümün 15-ci oyununun qalibisən. Səni müəllimlərini, valideynlərini, dostlarını təbrik edirəm ki, səni kimi gəncə sahibdilər. Zöhr və Elton siz üzülməyin, çox yaxşı mübarizə apardınız, sadəcə bu dəfə alınmadı. Bugün Ağıl Dəryasında 7-ci mövsümün 15-ci oyununun sonuna gəldik, çatdıq. Əziz 11-cilərə, əgər siz Ağıl Dəryasında iştirak edib qalib olmaq istəyirsinizsə, öncə qeydiyyatdan keçin. Qeydiyyatdan keçmək üçün Facebookda Ağıl Dəryası səhifəsinə daxil olursunuz. İsmarıc vasitəsilə layihəmizin prodüseri Nazim Xəliloğlu ilə əlaqə saxlayıb qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçməyin digər yolu isə belədir. Şəxsiyyət vəsiqənizi və hansı məktəbdə oxuduğunuzu təsdiqləyən arayışı götürüb gəlirsiniz ANS-ə. ANS-in özündə qeydiyyatdan keçərək Ağıl Dəryası intellektual teleşousunda iştirak etmək şansı qazanırsınız. Nəzərinizə çatdırım ki, Ağıl Dəryası yalnız 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan intellektual teleşoudur və tədris ilinin sonunda yarım final və final oyunlarımız olacaq. Final oyununda qalib gələn iştirakçımızı isə sürpriz hədiyyəmiz gözləyir. Siz də iştirak eləmək üçün qeydiyyatdan keçin və qalib olmaq üçün cəhd eləyin. Bu həftə isə məndən bu qədər harda olmağınızdan asılı olmayaraq ağlınızdan, özünüzdən və kitablarınızdan müğayət olun. Hələlik.